Hara gətirsən? Önümə səskə düşüb. Gedin tez bazar səskə alım gəlirəm. Bura gəl, səskanı evdə özüm hazırlayacağım. İlk olarak doğrayıcıya toyuğun sinəsini əlavə edirik. Zövqə görə bir diş sarımsaq əlavə edirik. Bir ədəd doğranmış kök əlavə edirik. Bir ədəd doğranmış çuğundur əlavə edirik, əlavə rəng qatsın deyə. Qara istiot və pul biber əlavə edib doğrayıcını işə salırıq. Hazırladığımız qarışımı streçin üzərinə əlavə edib saska formasında bükürük. Saskalarımız artıq hazırdır. İndi isə qaynadılmış suyun içine atırıq ki 20-25 dəqiqə yaxşıca pişsin. Saskalarımız artıq pişdi. Mən qızardacağım. Siz istəsəz qızartmaya da bilərsiniz. Üsulu səskamız hazırdır. Bismillah eləyib dadına baxırıq. Marketdən almağa heç ehtiyac yoxdur. Əllərinə sağlıq. Həyat yoldaşım çox mükəmməl bir şəkildə evdə səska hazırlayıb. Sizlər də uşaqlarınız üçün evdə hazırlaya bilərsiniz.